Bu gün Novruzun 3-cü müjdəçisi olan Yel çərşənbəsidir. Şifahi xalq yaradıcılığında yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif yaranmışdır. Xalq arasında bu günə külək oyadan çərşənbə, yelli çərşənbə də deyilir. İnançlara görə yer çərşənbəsində əsən isti küləklər oyanan suyu və odu hərəkətə gətirir. Təbiəti baharın gəlişinə hazırlayır. Ağacların budaqlarını yellədərək onları qış yuxusundan ayıldır. Novruz bayramı əgər dünya görüşü hadisəsidirsə, xalqın həyata fəlsəfi baxışlarını əks etdirirsə, çərşənbələr də özünü bu tipdən göstərir. Hazırda qeyd olunan yel çərşənbəsi yel ünsürünün adı ilə bağlıdır və yel ruhuna, yel babaya inancın əlamətlərini özündə əks etdirir. Bizim bir yel bayatımız var, deyir, yel əsər toz qoparar, ağaçdan qoz qoparar. Yellə gələn bəlanı yel özü də aparar. Yel çərşənbəsinin əsas missiyası su, od, torpaq və yerlə birlikdə 4 yaradıcı ünsürün burada birləşməsi və yeni həyatı sonuçda gələn Novruz bayramını doğurmasıdır ki, Novruz bayramında yeni həyatın, yeni doğuşun rəmzini özündə inkas edir. İlaxır çərşənbələr, biz onları müvafiq adlarla, sıra ardıcılığı ilə adlandırsaq da, bu çərşənbələrin hər birində o ünsürün hər biri rol oynayır. Xalqımız tərəfindən yel çərşənbəsi böyük bir təmtəraqla qeyd olunur və bu çərşənbə digər çərşənbələr kimi həyata baxışın, ümidin, inamın təntənəsi bayramıdır. Həyata ümid aşılır və xalqımızın bu yel çərşənbəsində, bu Novruz bayramında ürəyində bəslədiyi arzuların həyata keçməsini arzulayıram. Yel çərşənbəniz mübarək olsun. Əsən yellərin yalnız xoş əhval, gözəl və aydın günlər gətirməsi diləyi ilə. Süfrəniz bərəkətli, arzularınız çin olsun. Yel çərşənbəniz mübarək.